Ehsanın yüksəkliyinə və kamilliyi ilə yanaşı ehsan da 2 mərtəbədən ibarətdir. Ehsanın da 2 mərtəbəsi var. Və ona da hədis dəlalət edir. Şeyxin gətirdiyi hədis dəlalət edir. Birinci mərtəbə odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "Ən ta'budallaha kəənnəkə tərah." Allahı onu görürmüş kimi ibadət etməyindir. Bu birinci mərtəbədir. Və bu mərtəbə də görməyə çalışmaq mərtəbəsi. Yəni Allahı elə cürə ibadət eləyirsən ki, elə bil ki Allahı görürsən. İkinci mərtəbə, əgər sən onu görmürsənsə, onun səni gördüyü kimi ibadət etməyindir. Yəni bu da bilmək, qavramaq və gözətləmək mərtəbəsidir. Birinci mərtəbə şək yoxdur ki, ən şərəfli mərtəbə, ən yüksək mərtəbə ehsanın birinci mərtəbədir. Və bu birinci mərtəbəyə çatanlar, ehsan əhlindən olanlar ən şərəfli mərtəbəyə çatanlardır. Ya bu mərtəbənin mənası nədir? Yəni Allahı görürmüş kimi ona ibadət etməyin mənası nədir? Mənası odur ki, insan Allaha elə kamil məhəbbətlə, elə kamil şövqlə ibadət edir ki, sanki o Allah təbarəkə və tealanı görür. Və onun o qəlbində, çünki onun qəlbində o Allahın əzəməti, məhəbbəti və Allahla bağlılığı və Allahı istəməsi hər halda nə olur? Hər halda hasil olur. Yəni bu mərtəbənin mənası nədir? Allahı görürmüş kimi ona ibadət etmək nə deməkdir? O deməkdir ki, insan Allaha kamil sevgi, kamil şövqlə ibadət edir. Elə bil ki, Allah təbarəkə və tealəni görür. Çünki onun qəlbində olan Allahın əzəməti, Allaha iman gətirməyin böyüklüyü, Allahın məhəbbəti, Allahın bağlılığı və hər anda Allahı qəsd etməsi var. Hətta onun qəlbində və əzalarında Allahdan başqa heç bir şeyi qəsd eləmir. Elə cürə Allaha ibadət edir ki, sanki Allahı görür. Amma Allahı görmək, insanın Allahı görməsi bu dünyada mümkün deyil. Necə ki, Səhih Müslimdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Təalləmu ənəkum lən tərəv rabbakum həttə təmutu." Öyrənin ki, siz ölməmişdən Rəbbinizi görə bilməzsiniz. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bizə əmr eləyir ki, öyrənək, bilək ki, dünyada Allahı görmək mümkün deyil. Dünyada Allahı görmək mümkün deyil. Lakin bu mərtəbəyə çatan, hansı ki Allahı görürmüş kimi ona ibadət eləyəm, bunlar öz qəlblərində Allahın əzəmətini və öz qəlblərində olan Allahın ad və sifətlərinə olan imanı xatırlayırlar və ürəklərinə gətirirlər. Yəni qəlblərinə, ürəklərinə həm Allah Əzzə və Cəllənin əzəmətini gətirirlər, xatırlayırlar və həm də onların o Allahın ad və sifətinə iman gətirdiyi şeyləri xatırlayırlar və qəlblərinə gətirirlər və Allaha elə cürə ibadət edirlər ki, elə bil ki, onlar Allahı öz əzəməti ilə, böyüklüyü ilə, məxluqların üzərində olan ucalığı ilə, ərşinin üzərinə olan yüksəlməsi ilə, görməsi, eşitməsi və onların bütün işlərini etməsi ilə, idarə etməsi ilə və danışması ilə Allahı görürlər. Deməli, kim Allah Əzzə və Cəlləyə bu şəkildə, bu sifətdə ibadət edərsə, şək yoxdur ki, o ibadətin başqa bir növü ilə Allaha ibadət etmiş olmuş sayılır ki, yəni bunu yalnız
bu mərtəbəyə çatanlar hiss eləyər, bu mərtəbənin iyini belə duymayanlar bunu təsəvvür eləyə bilməzlər. Çünki həmin insan Allaha şövq və onu görməyə çalışmaq mərtəbəsi ilə ibadət edirlər. Bu mərtəbəyə çatmasa, insan bu mərtəbəyə çatmadığı zaman ən azından Allaha elə cürə ibadət edir ki, etiqad eləyir ki, Allah onu görür. Allah onu görür. Bütün hərəkətlərində, bütün duruşunda, hər böyüyündə, hər kiçiyində, hər addımında. Yəni bunu hiss eləyir, bunu xatırladır. Ürəyinə bunu gətirir ki, Allah onu görür. Allah ona nəzarət eləyir. Allah onu gözətləyir. Və bununla da artıq nəzarət mərtəbəsinə gəlib çatır və Allahdan qorxur və Allahın əmrlərini yetirilib neyniyir? Qadağalarından çəkinir. Bu ikinci mərtəbəsidir ehsanın ki, yəni nəzarət mərtəbəsidir. Əgər görsək, yəni o insan ki, əgər fikir verin, yəni bu artıq ehsanın ikinci mərtəbəsi. Birinci mərtəbəsi o idi ki, yəni Allahı görürmüş kimi ona ibadət etmək. Yəni bu mərtəbədə daha şərəflidir və daha ucadır. Ehsanın ən yüksək mərtəbəsi budur. İkinci mərtəbəsi isə buna çata bilmirsənsə, ən azından Allaha elə cürə ibadət etməlisən ki, yəni ibadət etdiyində insan ürəyinə gətirməlidir, xatırlamalıdır ki, Allah məni görür, Allah məni nəzarət edir, Allah mənim hər şeyimi bilir, danışdığımı, dediyimi, oturduğumu, durduğumu, qəlbimdən keçəni hamısına neynir? Hamısından xəbərdardır. Fikir verin, şeyx burada bir misal çəkir. Təsəvvür edin ki, bir insanı başqa bir insan nəzarət edir. Elə bir ki, müəllimidir. Hansı ki, həmin insan sənin gözündə böyük bir insandır. Müəllimindir, direktorundur, müdüründür və yaxud başçındır. Sənə baxır və yaxud sənin iş yer və kameralar quraşdırıblar və səni həmişə nəzarət altındasan və sənin hörmət elədiyin insanlardır. Yəni həmin bu insan hərəkəti necə olar? Əməli nətər olar? Bilir ki, işində müdür bunu yoxlayıb, oturub kabinetində kameraları qoyur, baxır, gələn adamlarla necə müamilə edir, işlərin nətər görür, yatırmı, telefona baxırmı, başqa işlərlə məşğuldurmu? Həmin insan bunu bildiyi halda necə eləyər? Yəni hər sözünə, hər əməlinə, hər oturuşuna, duruşuna neyniyər? Fikir verər, bunları diqqətlə yerinə yetirir. Niyə? Çünki bilir ki, nəzarət edirlər. Bilir ki, nəzarət edirlər. Nəsə eləsə, işdən qovarlar və yaxud utanır. Yəni, müəllimindən utanır və yaxud başçısından utanır. Ondan utandığına görə özünü utandıracaq feillər eləmir. Yaxşı, bəs əgər belədirsə, insan işində böyük bir insanın yanında utanırsa, görəndə ki, kimsə ona baxırsa, heç böyük bir insan olmasın, adi yoldaşları ona baxanda, yəni pis söz danışmır utandığından və yaxud pis əməl eləmir ki, yəni baxırlar, görürlər. Yəni əgər belədirsə, niyə görə insan əzəmətli Allah Əzzə və Cəllədən utanmır? Hansı ki, Allah Teala səni hər halında görür və heç bir şey Allah Təbarəkə və Teala'ya gizli qalmır. Və Allah Subhanahu və Teala sənin qəlbindən keçən şeyləri də bilir, sirləri də bilir. Sən nə hiss edirsən, onu da bilir qəlbində. Və Allah Teala sənə nəzarət edir. Deməli, kim Allaha bu halda ibadət eləyərsə, şək yoxdur ki, o ibadətini gözəl şəkildə yerinə yetirər